Əz-Zuxruf Qızıl Bəzəklər Suresi Məkkədə nazil olmuşdur. 89 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Hamim. Ha-mim. Bunlar Allah tərəfindən Muhammədə sallallahu aleyhi və alihi səlləmə təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın möhkəm, həmçinin bu cür mütəşabih ayələri vardır. And olsun bizim hədsiz həlimliyimizə və mütləq hökmüranlığımıza ki, talelərdə baş verənlər əzəli qəza-və qədərin hökmündən keçmişdir. Vəl-kitabil mubin. And olsun bu aydın və haqq ilə batilə, dinin əsasları ilə qollarına və halal ilə harama aydınlıq gətirən kitaba ki, İnna cealnahu Qur'anan Arabiyyan leallekum ta'qilun. Biz bu kitabı, bəlkə bu kitabın təqdim edildiyi ilk ümmət olan siz, onun həqiqətləri barəsində düşünəsiz deyə, ərəbcə olan bir Qur'an etdik. وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ. Həqiqətən bu Qur'an bizim yanımızda, ana kitabda, lövh-ü məhvuzda uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir. أَفَنَضْرِبُ عَنْكُمُ الذِّكْرَ صَفْحًا أَنْ كُنْتُمْ قَوْمًا مُسْرِفِينَ. Siz həddini aşan bir dəstə olduğunuz üçün başdan ayağa öyüd nəsihət olan bu kitabı nifrət üzündən sizdən geriyə mi qaytaraq? وَكَمْ أَرْسَلْنَا مِنْ نَبِيٍّ فِي الْأَوَّلِينَ. Keçmiş insanlara çoxlu peyğəmbərlər göndərdik. وَمَا يَأْتِيهِمْ مِنْ نَبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ. Onlar özlərinə gələn hər bir peyğəmbərə məsxərə edirdilər. فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُمْ بَطْشًا وَمَضَى مَثَلُ الْأَوَّلِينَ. Beləliklə, biz onlardan, ərəblərdən daha güclüləri həlak etdik və keçmişlərin məsəl və vəsfi bu Qur'anda nəql edilib keçdi. وَلَئِن سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ. Əlbəttə, əgər onlardan, Məkkə müşriklərindən göyləri və yeri kim yaradıb deyə soruşsan, mütləq onları həmin qüdrətli və bilən Allah yaratmışdır deyəcəklər. Çünki onlar aləmin yaradılmasında deyil, onun idarə olunması və rübubiyyətdə şirkə düçar olmuşdular. Əl-ləzî cəalə ləkumul arda məhdən və cəalə ləkum fīhə subulən ləalləkum təhtədun. Həmin o Allah ki, yeryüzünü sizin üçün beşik kimi rahatlanmaq yeri etdi və bəlkə öz dünyəvi hədəflərinizə, tövhid və onun kamilliyinə hidayət olunasız deyə sizin üçün onda yollar yarattı. وَالَّذِي نَزَّلَ مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَنْشَرْنَا بِهِ بَلْدَةً مَيْتًا كَذَلِكَ تُخْرَجُونَ.
Həmin o Allah ki, göydən müəyyən miqdarda, kamil hikmətinin tələbinə əsasən, yağış, qar və dolu şəklində su nazil etdi və onun vasitəsilə bitki və ağaclar bitirməklə ölü bir ölkəni diriltdik. Qiyamət günü siz də torpaqdan beləcə çıxarılacaqsınız. وَالَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ الْفُلْكِ وَالْأَنْعَامِ مَا تَرْكَبُونَ Həmin o Allah ki, varlıqların bütün növlərini və bütün cüt məxluqatı yaratdı və sizin üçün mindiyiniz gəmi və heyvanları vücuda gətirdi. لِتَسْتَوُوا عَلَى ظُهُورِهِ ثُمَّ تَذْكُرُوا نِعْمَةَ رَبِّكُمْ إِذَا اسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ Yarattı ki, onların üstünə minəsiniz, sonra onların üstündə qərar tutan zaman Rəbbinizin nemətini xatırlayıb deyəsiniz. Bunu bizə tabe və ram edən hər bir eyb və nöqsandan pakdır. Yoxsa bizim buna gücümüz çatmazdı. وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ Və şübhəsiz biz Rəbbimizə tərəf qaydacağıq. وَجَعَلُوا لَهُ مِنْ عِبَادِهِ جُزْءًا إِنَّ الْإِنسَانَ لَكَفُورٌ مُبِينٌ Və müşriklər bəndələrindən Allaha hissə, atadan ayrılmış bir hissi olan övlad nisbət verdilər. Mələkləri onun qızları adlandırdılar. Doğrudan da insan çox küfr edən və aşkar nankordur. أَمِ اتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَاكُم بِالْبَنِينَ Yoxsa o, yaratdıqlarından özünə qızları övlad götürüb və sizi oğlanlarla, oğul olmaqla olmağa seçib. وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَنِ مَثَلًا ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ Halbuki onlardan birinə Rəhman olan Allaha nisbət verdiyi şey ilə Allahın övladı hesab etdiyi qızın dünyaya gəlməsi ilə müjdə verilən zaman içi qüssə və hüzn ilə dolu halda kədərinin çoxluğundan üzü qaralar. أَوَمَنْ يُنَشَّأُ فِي الْحِلْيَةِ وَهُوَ فِي الْخِصَامِ غَيْرُ مُبِينٍ Bərbəzə içində bəslənən, mübahisə və davadalaş zamanı bəyanı aydın olmayan kəsi Allahın övladı adlandırırsınız. وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَنِ إِنَاثًا أَشَهِدُوا خَلْقَهُمْ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ Rəhman Allahın bəndələri olan mələkləri qızlar sandılar. Məyər onların yaradılışında iştirak edib onların qız olmalarını görüblər? Tezliklə onların mələklər barəsindəki şahidlikləri yazılacaq və sorğu-sual ediləcəklər. وَقَالُوا لَوْ شَاءَ الرَّحْمَنُ مَا عَبَدْنَاهُمْ مَا لَهُمْ بِذَلِكَ مِنْ عِلْمٍ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ Onlar bütlər barəsində dedilər, əgər Rəhman Allah bizim bütlərə ibadət etməməyimizi istəsəydi, əsla onlara ibadət etməzdik. Onların bu iddialarına dair bilikləri yoxdur. Əksinə, yalnız güman edir və yalan deyirlər. Çünki Allahın şərik qoşmamağı məcburi etmək istəməməsi, onun həmin əmələ razı olmasına
və bu işdən ixtiyari şəkildə çəkindirməməsinə dəlalət etmir. Əksinə, Allahın ayələri ixtiyari qadağanın olmasını sübut edir. أَمْ آتَيْنَاهُمْ كِتَابًا مِّن قَبْلِهِ فَهُمْ بِهِ مُسْتَمْسِكُونَ Yoxsa onlara bundan, Qur'andan əvvəl bir kitab vermişik ki, onlar bu iddialarında ona istinad edirlər? بَلْ قَالُوا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَى أُمَّةٍ وَإِنَّا عَلَى آثَارِهِمْ مُهْتَدُونَ Əksinə, onlar dedilər, həqiqətən biz atalarımızı bir dində görmüşük və biz də onlara tabi olmaq nəticəsində mütləq doğru yoldayıq. وَكَذَلِكَ مَا أَرْسَلْنَا مِن قَبْلِكَ فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَى أُمَّةٍ وَإِنَّا عَلَى آثَارِهِمْ مُقْتَدُونَ Və beləcə, biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan Peyğəmbər göndərdiksə, onların naz-nemət içində olanları dedilər, biz atalarımızı bir dində görmüşük və biz onların arxasınca gedirik. قَالَ أَوَلَوْ جِئْتُكُمْ بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ آبَاءَكُمْ قَالُوا إِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ Onların peyğəmbərləri dedi, hətta əgər sizin üçün öz atalarınızın üzərində gördüyünüz dindən daha artıq hidayət edən bir din gətirmiş olsam belə, yenə onların arxasınca gedəcəksiniz? Dedilər, şübhəsiz biz sizin göndərildiyiniz, gətirdiyiniz şeyi inkar edirik. فَانْتَقَمْنَا مِنْهُمْ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ Beləliklə biz onlardan məhv etmək və köklərini kəsməklə intiqam aldıq. Bax gör, təksib edənlərin aqibəti necə oldu. وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِّمَّا تَعْبُدُونَ Və yada sal o zamanı ki, İbrahim atasına, qaynatasına və yaxud əmisinə və öz qövmünə dedi, şübhəsiz, mən sizin ibadət etdiklərinizdən tamamilə bezaram. İllellezî fatarani fe innehu seyehdin. Məni yaratmış, yoxluqdan varlığa gətirmiş kəs istisna olmaqla ki, əlbəttə o tezliklə məni dünyada müxtəlif insani kamilliklərə və axirətdə cənnətə hidayət edəcəkdir. وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ Və Allah onu bütlərdən bezarlığı və yaradılışın başlanğıcına üz tutulmasını onun nəslinin arasında əbədi qalan kəlimə etdi ki, bəlkə nəsli və qövmü ona tərəf qayıtdılar. بَلْ مَتَّعْتُ هَٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّى جَاءَهُمُ الْحَقُّ وَرَسُولٌ مُّبِينٌ
Əksinə, haqq, eləcə də aşkar və aydınlıq gətirən elçi, Qur'an və Muhammed sallallahu aleyhi və səlləm yanlarına gələnə kimi bunları, Məkkə kafirlərini və İbrahimin tövhidini qəbul etməyən atalarını dünya neymətlərindən bəhrələndirdik. وَلَمَّا جَاءَهُمُ الْحَقُّ قَالُوا هَذَا سِحْرٌ وَإِنَّا بِهِ كَافِرُونَ Və elə ki, haqq onlara tərəf gəldi, bu cadudur və biz onu tamamilə inkar edirik, dedilər. وَقَالُوا لَوْلَا نُزِّلَ هَذَا الْقُرْآنُ عَلَى رَجُلٍ مِّنَ الْقَرْيَتَيْنِ عَظِيمٍ Həmçinin dedilər, nə üçün bu Qur'an bu iki şəhərdən birindən mal, dövlət və məqam sahibi olan böyük bir kişiyə, Məkkədən Vəlid İbni Müğeyrəyə və Taifdən Urvə İbni Məsuda nazil edilməyib? أَهُمْ يَقْسِمُونَ رَحْمَةَ رَبِّكَ نَحْنُ قَسَمْنَا بَيْنَهُمْ مَعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِيَتَّخِذَ بَعْضُهُمْ بَعْضًا سُخْرِيًّا وَرَحْمَةُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ Məyər sənin Rəbbinin peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi mərhəmətini onlar bölüşdürürlər ki, istədiklərinə versinlər? Dünya həyatında onların məişət vasitələrini aralarında biz bölüşdürmüşük və maddi və mənəvi kamilliklər baxımından onların bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın. Sənin Rəbbinin mərhəməti, peyğəmbərlik, ümumi vilayət və din onların topladıqlarından daha yaxşıdır. وَلَوْلَا أَن يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً لَجَعَلْنَا لِمَن يَكْفُرُ بِالرَّحْمَنِ لِبُيُوتِهِمْ سُقُفًا مِّن فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ Əgər insanların hamısının bir ümmət olmaları, hamısının küfr və şirk ətrafında birləşmələri ehtimalı olmasaydı, həqiqətən Rəhman Allaha kafir olan kəslərin evləri üçün gümüşdən tavanlar və yuxarı çıxmaları üçün gümüşdən nərdivanlar düzəldərdik. وَلِبُيُوتِهِمْ أَبْوَابًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِئُونَ Və evləri üçün gümüş qapılar və taxtlar düzəldərdik ki, onlara söykənsinlər. وَزُخْرُفًا وَإِن كُلُّ ذَلِكَ لَمَّا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَالْآخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ Həmçinin evləri üçün qızıl zinət və bəzəklər verərdik. Lakin bunların hamısı fani dünya həyatından azacıq bəhrələnməkdən başqa bir şey deyildir. Və Rəbbinin yanında olan axirət təqvalılara məxsusdur. وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ Kim nəfsi istəklərlə məşğul olaraq Rəhman Allahı yada salmağa göz yumsa və nəticədə qəlbi körlaşsa, ona həmişə vəsvəsə etmək və azdırmaq üçün yoldaş və yaxın dost olan bir şeytan qoşarıq.
وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ. Şübhəsiz, həmin şeytanlar onları hər bir xeyir yoldan saxlayarlar və onlar doğru yolu tapmış olduqlarını güman edərlər. حَتَّى إِذَا جَاءَنَا قَالَ يَا لَيْتَ بَيْنِي وَبَيْنَكَ بُعْدَ الْمَشْرِقَيْنِ فَبِئْسَ الْقَرِينُ. Nəhayət, qəlbi kör olmuş həmin şəxs, qiyamətdə bizim yanımıza gələn zaman şeytanına deyər, ey kaş, mənimlə sənin aranda şərqlə qərb arasındakı fasilə qədər uzaqlıq olaydı. Sən pis yoldaş və dostsan. وَلَنْ يَنْفَعَكُمُ الْيَوْمَ إِذْ ظَلَمْتُمْ أَنَّكُمْ فِي الْعَذَابِ مُشْتَرِكُونَ. Dünyada özünüzə zülm etdiyiniz üçün bu nifrət və uzaqlıq arzunuz bugün sizə əsla bir xeyir verməyəcəkdir. Çünki şübhəsiz, siz cəhənnəm əzabında ortaqsınız və sizin aranızda ayrılıq düşməyəcəkdir. أَفَأَنْتَ تُسْمِعُ الصُّمَّ أَوْ تَهْدِي الْعُمْيَ وَمَنْ كَانَ فِي ضَلَالٍ مُبِينٍ. Buna görə də, məyər sən karlara söz eşitdirə, yaxud körləri və aşkar azğınlıqda olanları hidayət edə bilərsən? فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُمْ مُنْتَقِمُونَ. Odur ki, əgər biz səni bu dünyadan aparsaq, şübhəsiz onlardan intiqam alacağıq. أَوْ نُرِيَنَّكَ الَّذِي وَعَدْنَاهُمْ فَإِنَّا عَلَيْهِمْ مُقْتَدِرُونَ. Yaxud onlara vəd etdiyimizi, onların vəd etdiyimiz əzaba düçar olmalarını sənə göstərəcəyik. Biz mütləq onlara əzab verməyə qadir və qalibik və onlardan hər halda, istər sənin həyatın zamanı olsun, İstərsə də sənin ölümündən sonra intiqam alacağıq. فَاسْتَمْسِكْ بِالَّذِي أُوحِيَ إِلَيْكَ إِنَّكَ عَلَى صِرَاطٍ مُسْتَقِيمٍ. Odur ki, sənə vəd edilən vəhiydən yapış, çünki sən doğru yoldasan. وَإِنَّهُ لَذِكْرٌ لَكَ وَلِقَوْمِكَ وَسَوْفَ تُسْأَلُونَ. Əlbəttə bu Qur'an sənin özün və qövmün üçün bir öyüddür və tezliklə onun barəsində sorğu-sual ediləcəksiniz. وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رُسُلِنَا أَجَعَلْنَا مِنْ دُونِ الرَّحْمَنِ آلِهَةً يُعْبَدُونَ. Səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən, ümmətin alimlərindən və təhrif edilməmiş kitablardan və yaxud Miracda onların ruhlarından soruş gör, heç biz tarixin əvvəlindən indiyə kimi Rəhman Allahdan başqa ibadət edilən bir məbudlar təyin etmişik? وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ الْعَالَمِينَ. Həqiqətən biz Musanı öz ayə və nişanələrimizlə birlikdə Fironun və onun qövmünün başçı və böyüklərinin yanına göndərdik. O dedi, mən aləmlərin Rəbbinin elçisiyəm. فَلَمَّا جَاءَهُم بِآيَاتِنَا إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ. Elə ki onlara bizim ayələrimizi gətirdi, onlar birdən onlara,
ayələrimizə məsxərə edib güldülər. وَمَا نُرِيهِمْ مِنْ آيَةٍ إِلَّا هِيَ أَكْبَرُ مِنْ أُخْتِهَا وَأَخَذْنَاهُمْ بِالْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ Biz onlara nə ayə və möcüzə göstərirdiksə, o möcüzəlik və iddiaya dəlalət baxımından bənzərindən daha böyük idi. Və onları qıtlıq, tufan, milçək və s. əzablara düçar etdik ki, bəlkə haqq yola qaydalar. وَقَالُوا يَا أَيُّهَا السَّاحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ Və elə ki, bəlaya düçar oldular, dedilər, ey sehirbaz, iman gətirəcəyimiz təqdirdə, əzabı bizdən götürmək barəsində səninlə bağladığı əhdə əsasən, bizim üçün Rəbbini çağır ki, biz mütləq doğru yolda olacağıq. فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ إِذَا هُمْ يَنْكُثُونَ Beləliklə, elə ki, əzabı onlardan qaldırdıq, dərhal əhd-i peymanı pozdular. وَنَادَى فِرْعَوْنُ فِي قَوْمِهِ قَالَ يَا قَوْمِ أَلَيْسَ لِي مُلْكُ مِصْرَ وَهَذِهِ الْأَنْهَارُ تَجْرِي مِنْ تَحْتِي أَفَلَا تُبْصِرُونَ Firon öz qövmünün arasında səsini ucaldaraq dedi, ey mənim qövmüm, məyər Misirin hökmranlığı mənə məxsus deyil və bu çaylar mənim altımdan, saraylarımın altından və mənim istəyimə tabi olaraq axmırlar? Məyər görmürsünüz? أَمْ أَنَا خَيْرٌ مِّنْ هَذَا الَّذِي هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ Hətta mən xar və həqir olan və aydın danışa bilməyən bu şəxsdən daha yaxşıyam. Firon bu sözləri ilə Musanın dilinin pəltək olmasına işarə edir. فَلَوْلَا أُلْقِيَ عَلَيْهِ أَسْوِرَةٌ مِّن ذَهَبٍ أَوْ جَاءَ مَعَهُ الْمَلَائِكَةُ مُقْتَرِنِينَ Bəs nə üçün onun üzərində qızıl bilərziyklər asılmayıb? Yaxud onunla birlikdə çiyin-çiyinə mələklər gəlməyiblər? فَاسْتَخَفَّ قَوْمَهُ فَأَطَاعُوهُ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ Beləliklə o, öz qövmünü yelbeyin saydı və onlar da ona itaət etdilər. Həqiqətən onlar günahkar və itaətsiz bir dəstə idilər. فَلَمَّا آسَفُونَا انْتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ Beləliklə, elə ki bizi qəzəbləndirdilər, onlardan intiqam aldıq və onların hamısını suda qərq etdik. فَجَعَلْنَاهُمْ سَلَفًا وَمَثَلًا لِلْآخِرِينَ Nəticədə onları tarixin batil və azğın qüvvələrinin öncülləri və gələcək nəsillər üçün ibrətamiz məsəl etdik. وَلَمَّا ضُرِبَ ابْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ Elə ki, Məryəm oğlu İsa məsəl çəkildi, Məryəm surəsində tərifləndi, sənin qövmün dərhal ona görə sənin onun tanrılığı əqidəsini qəbul etməyini güman edib, mübahisə və davadalaş salaraq ona görə səslərini ucaltdılar. وَقَالُوا أَآلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًا بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ Və öz tanrılarını üstün tutmaq məqsədi ilə dedilər, bizim tanrılarımız yaxşıdır, yoxsa o? Əgər o,
tanrı və məbud olmuş olsa, Allahlığa bizim tanrılarımız daha layiqdir. Bu məsələ sənin üçün yalnız batil mübahisə məqsədi ilə çəkdilər. Çünki sən onun tanrılığını qəbul etməmisən. Əslində onlar inadkar və davakar bir dəstədilər. İn huwa illa abdun an'amna alayhi ve cealnahu mesalan li bani İsrail. O, İsa, yalnız nemət verdiyimiz və qeyri-adi bir məxluq kimi dillərdə əzbər və əməldə örnək olması üçün İsrail övladları üçün bir məsəl etdiyimiz bir bəndə idi. وَلَوْ نَشَاءُ لَجَعَلْنَا مِنْكُمْ مَلَائِكَةً فِي الْأَرْضِ يَخْلُفُونَ Və İsa'nın məsələsi bizim qüdrətimiz baxımından elə də təəccüblü bir şey deyil. Çünki əgər biz istəsək, siz insanlardan yer üzündə mələklər törədər və ya sizin yerinizə, yer üzünə sizin canişinləriniz olan mələklər gətirərik. وَإِنَّهُ لَعِلْمٌ لِلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُونَ هَذَا صِرَاطٌ مُسْتَقِيمٌ Həqiqətən o, dünyaya gəlməsinin necəliyi, möcüzələri və ömrünün sonunda göydən yerə enməsi baxımından qiyamət elmi üçün bir nişanədir. Buna görə də ona, həmin günə şübhə etməyin və mənə, mənim din və kitabıma tabi olun ki, doğru yol budur. وَلَا يَصُدَّنَّكُمُ الشَّيْطَانُ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ Məbadə şeytan sizi tövhid və din yolundan saxlasın. Doğrudan da o sizin aşkar düşməninizdir. وَلَمَّا جَاءَ عِيسَى بِالْبَيِّنَاتِ قَالَ قَدْ جِئْتُكُمْ بِالْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُمْ بَعْضَ الَّذِي تَخْتَلِفُونَ فِيهِ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونَ İsa özünün peyğəmbərlik möcüzələrindən aydın dəlillər gətirən zaman dedi: Mən sizin üçün hikmət, şəriət hökmləri və əqli elmlər gətirdim və gəldim ki, sizə barəsində ixtilafda olduğunuz şeyin bəzisini açıqlayım. Odur ki, Allahdan qorxun və mənə itaət edin. İnnəllâhe huve Rabbi və Rabbukum fa'buduh. Hâzâ sıratun müstakîm. Şübhəsiz, sizin və mənim Rəbbim tək olan Allahdır. Buna görə də ona ibadət edin. Budur doğru yol. فَاخْتَلَفَ الْأَحْزَابُ مِنْ بَيْنِهِمْ فَوَيْلٌ لِلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ Beləliklə, onun ümmətinin içərisindən bəzi dəstələr ixtilaf etdilər, bəziləri yəhudilikdə qaldı, bəzisi iman gətirərək ifrata varıb həddi aşdı və bəzisi orta yolu ilə getdilər. Buna görə də ağrılı günün əzabından vay olsun bu böyüklükdə zülm edənlərə, onların halına. هَلْ يَنْظُرُونَ إِلَّا السَّاعَةَ أَنْ تَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ Yoxsa onlar barəsində qəflətdə ikən qiyamətdən qeyrisinin gözlənilmədən onlara gəlməsini gözləyirlər. الْأَخِلَّاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ Həmin gün dostluq amilləri güclənəcək
Təqvalılardan başqa, dünya dostları bir-birlərinə düşmən olacaqlar. Çünki onların dostluq amilləri həmin gün düşmənçilik amilinə çevriləcəkdir. يا عباد لا خوف عليكم اليوم ولا أنتم تحزنون. Və onlara belə xitab olunacaq: Ey mənim bəndələrim, bugün sizə nə bir qorxu var, nə də qəmgin olacaqsınız. الذين آمنوا بآياتنا وكانوا مسلمين. Ey bizim ayə və nişanələrimizə iman gətirərək, həmişə bizə təslim olan kəslər. ادخلوا الجنة أنتم وأزواجكم تحبرون. Siz və dünyadakı zövcələriniz tam sevinc, kamil zinət və son dərəcə hörmətlə cənnətə daxil olun. يطاف عليهم بصحاف من ذهب وأكواب وفيها ما تشتهيه الأنفس وتلذ الأعين وأنتم فيها خالدون. Və onların ətrafında yeməklə dolu qızıl kasalar və pak içki ilə dolu kuzələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı hər şey hazırdır. Siz orada əbədisiniz. وَتِلْكَ الْجَنَّةُ الَّتِي أُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ. Bu sizin dünyada yerinə yetirdiklərinizin müqabilində və ya yaxşı əməllərinizə görə kafirlərin də payına varis olduğunuz cənnətdir. لَكُمْ فِيهَا فَاكِهَةٌ كَثِيرَةٌ مِّنْهَا تَأْكُلُونَ. Orada sizin üçün çoxlu meyvələr var ki, onlardan yeyəcəksiniz. İnnel mucrimîne fî azâbi cehenneme halidun. Həqiqətən günahkarlar cəhənnəm əzabında əbədidirlər. La yufettaru anhum ve hum fihi mublisun. Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada nicat tapacaqlarına ümidsizdilər. وَمَا ظَلَمْنَاهُمْ وَلَكِنْ كَانُوا هُمُ الظَّالِمِينَ. Biz onlara zülm etmədik. Lakin onlar özlərinə qarşı zülmkar idilər. وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ قَالَ إِنَّكُمْ مَاكِثُونَ. Onlar cəhənnəmin məmurunu çağırarlar ki, ey cəhənnəmin maliki, Rəbbinə de bizi öldürsün və məhv etsin. O deyər, şübhəsiz, siz burada qalacaqsınız. لَقَدْ جِئْنَاكُمْ بِالْحَقِّ وَلَكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَارِهُونَ. Biz sizə, siz insanlara dünyada haqqı, din, kitab və ilahi marifi gətirdik. Lakin sizin çoxunuzun haqdan xoşu gəlmirdi. أَمْ أَبْرَمُوا أَمْرًا فَإِنَّا مُبْرِمُونَ. Hətta haqqa qarşı hiylə işlətməyi və ona qarşı çıxmağı daha da artırdılar. Biz də onlara qarşı hiylə və qəzəbi artırdıq. أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَاهُمْ بَلَى وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ. Yoxsa onlar bizim onların ürəklərinin sirlərini və pıçıltılarını eşitmədiyimizi güman edirlər. Xeyr, eşidirik. Bizim onların yanında olan elçilərimiz yazırlar.
قل إن كان للرحمن ولد فأنا أول العابدين. De, əgər Rəhman Allahın övladı olsaydı, onun övladlıq haqqını yerinə yetirmək və ibadətin vacibliyində atası ilə şərik olduğu üçün mən özüm ona ilk ibadət edən olardım. سبحان رب السماوات والأرض رب العرش عما يصفون. Göylərin və yerin Rəbbi, ərşin Rəbbi, onların vəsf etdiklərindən, övladı olmaq, mələklərin onun qızı olması, cism olması, üç hissiyə bölünmək və bu kimi sifətlərdən pakdır. فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّى يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ. Buna görə də onları boşla ki, onlara vəd edilən günlərini görənə kimi küfr və itaətsizliklərində batsınlar və başları öz dünyaları ilə oyuna qarışsın. وَهُوَ الَّذِي فِي السَّمَاءِ إِلَٰهٌ وَفِي الْأَرْضِ إِلَٰهٌ وَهُوَ الْحَكِيمُ الْعَلِيمُ. Göylərdə də, yerdə də məbud odur. Odur möhkəm yaradılış və idarə sahibi və hər şeyi bilən. وَتَبَارَكَ الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُ عِلْمُ السَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ. Göylərin, yerin və onların arasında olan hər şeyin həqiqi sahibi və hakimi olan Allah xeyir bərəkətli və sabitdir. Qiyamətin baş vermə zamanını O bilir və ona tərəf qaytarılacaqsınız. وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِن دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَن شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ. Bunların Allahın yerinə çağırdıqları bütlər, mələklər və bəzi insanlar qiyamət günü şəfaət etdiklərinin imanını və şəfaətə layiq olmasını bilərək haqqa, Allahın birliyinə şəhadət verən kəslər istisna olmaqla heç bir şəfaətə, şəfaət hüququna malik olmayacaqlar. وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ فَأَنَّىٰ يُؤْفَكُونَ. Əgər onlardan, elə onların özlərini kimin yaratdığını soruşsan, Allah deyə cavab verəcəklər. Çünki onlar yaradılışda deyil, rübubiyyətdə şirkə düçar olmuşlar. Belə isə haqdan necə və hara döndərilirlər və üluhiyyət və xaliqiyyəti rübubiyyətdən ayırırlar. وَقِيلِهِ يَا رَبِّ إِنَّ هَٰؤُلَاءِ قَوْمٌ لَا يُؤْمِنُونَ. Allah Peyğəmbərin şikayətlənərək məyuscasına dediyi, Ey mənim Rəbbim, həqiqətən bunlar iman gətirməyəcək bir dəstədirlər sözünü bilir və ondan xəbərdardır. فَاصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَامٌ فَسَوْفَ يَعْلَمُونَ. Ey Peyğəmbər, buna görə də onlardan üz döndər və de, sağ salamat. Bu onların dəvəti qəbul etmələrindən ümidi üzmək və buna görə də dəvəti tərk edərək, döyüş üçün fürsət gözləmək mənasındadır. Tezliklə Mədinədə hökumət qurulduqdan sonra biləcəklər.